Salam aleykum. Deməli C2H4 üstə gəlir hidrogen. Əmələ gəlir C2H6. Yəni burada bu 7 mol eten var, amma yazıb ki, hidrogen tam sərf olunur. X molun köməyi ilə tapıram görüm nə qədər eten sərf olunur. Baxıram ki, elə X mol sərf olunur. Əvvəl deməli 7 mol eten idi. Əvvəl yazıram, əvvəl 7 mol eten idi. İndi nə qədər qaldı? 7 minus X eten qaldı. Həmçinin əvvəl hidrogende var idi axı. X mol hidrogen də var idi da. Yəni bir yerdə idilər bunlar. Çünki deyir ki 7 mol eten və X mol hidrogenden ibarət qarışıq. Bu zaman təzə etan da alınır. X mol da deməli etan alınır. İndi deyir ki reaksiya zamanı qeyri-polar rabitə sayı beta-18-də azalır. Qeyri-polar burada etilendə axı 1 molda 2 dənə qeyri-polar var, 2 dənə 2 qat var da. 1-2 qat var karbonların arasında. Düzün 2 dənə qeyri-polar var. 7-ni 2-yə vuranda 14, 7 mol etilendə 14'dür. Hidrogen də belə göstərir. Qabağında da X var. X də bundadır. 14 plus X əvvəl var idi. Sonda isə deməli 7 minus X-i vururam yenə 2-yə. 14 minus 2X. Üstə gəlir C2H6-da demək bir dənədir də X. Bu da 1,8 dəfə azal. Yəni əvvəlki 1,8 dəfə çoxdur. 14 plus X bərabərdir. 14'ü vururam 1,8'e eləyir 25,2 minus 1,8x bu da eləyir 2,8x bərabərdir 25,2'dan 14 çıxıram eləyir 11,2. Bunu da bölərəm 2,8'e bu da 4'e bərabər olacaq.